Hər vaxtınız xeyir olsun. Bugün tavada ilk dəfədir ki, kumpir hazırladım. Necə hazırladım? Gəlin birlikdə baxaq. Əvvəlcə toyuğun sinə ətini tavaya əlavə edib qızartmışam. Sonra isə kartoşkaları doğrayıb qazana yığıb qoymuşam qaynamağa. Və burada gördüyünüz kimi göbələyi bu formada doğrayıb, bir baş soğan da eyni qaydada doğrayıb qoyuram qızarmağa. Soğan qızardıqdan sonra isə göbələyi soğana əlavə edib qoyuruq ikisi birlikdə qızarsın. Yenə bunlar bu qayda qızardıqdan sonra toyuğun sinə ətini qatışdırırıq bu qarışıma. Bunlar üçü birlikdə bişdikdən sonra kartoşkaları bu formada əzirəm. Əvvəlcədən qeyd edim ki, kartoşkanın içinə biraz süd, 50 qram isə kərə yağı əlavə edib əzirəm. Əzdikdən sonra bişmə sobasına gördüyünüz formada yayıram və göbələkli sinə ətli qarışımı üstünə əlavə edirəm. Əlavə etdikdən sonra isə mən yaşıl noxud əlavə etdim yenə və qardalı. Yəni siz də evdə nə olsa əlavə edə bilərsiniz. Əlavə zeytun da əlavə etmək olur, amma biz sevmədiyimiz üçün mən əlavə etmədim. Və gördüyünüz kimi Holland pendiri, mayonez, əvvəlcə mayonez, sonra Holland pendiri əlavə edirik, qoyuruq sobaya bişməyə. Və budur bişdi. İnandırım sizi ki, dadı çox möhtəşəm olur. Hazırlayacaq olan hər kəsə nuş olsun. Səhifəmi bəyənsəz, like edib, takib atmağı unutmazsınız. Hələlik.